Salam dostlar, xoş gördük sizləri. Bu dəfə sizə Binance haqqında danışım eləyəcəm. Yəni onu deməmişdən qabaq deyim ki, bu proqramın linki yorum hissəsində, qeydiyyat linki bir də açıqlama bölümündə var. Yəni bunu məncə hər kəs istifadə etməlidir. Yəni həqiqətən də çox gözəldir. Kriptovalyutaların içində ən gözəli budur. Həm Azərbaycan dilindədir. Azərbaycan dilində məsələn belə deyim sizə. Əgər telefonunuz türkcədirsə, bəzi sözlər Azərbaycan dilində olmayacaq. Amma telefonu Azərbaycan dilində eləsəz, bütün yazılar, bütün hamısı Azərbaycan dilində olacaq. Deyim məlumatınız olsun. Çox rahat proqramdır. Yəni kriptovalyutaların içində ən gözəli budur. Mən əvvəl başqasını istifadə edirdim. Onun dili dəyişdi, ingilis dili oldu. Keçdim buna. Bu çox superdir, əladır. Qeydiyyat çox rahatdır, təsdiqi çox rahatdır. Hamısı çox rahatdır. İndi sizə bəzi şeylər göstərəcəm. Yəni bu proqramın birinci növbədə, yəni istifadə etməkdən ötürü ən gözəl özəlliyi odur ki, hansı bir pul qazandıran proqramlardan rahat ödəniş eləyib çıxarış eləyə bilirsiniz. Yəqin ki bu video o proqramları istifadə edən insanların qarşısına çıxacaq çoxsu. Çünki mən çox o haqqda paylaşım eləyirəm. Məni də takip edənlər ən çox onlardır, abunə olanlar. Məsələn, taksi proqramı olsun, Inbox olsun, fərq yoxdur. Başqa bir proqram olsun, Quickshop olsun. Yəni onlar hamısı kriptovalyutla işləyir. Ona görə də mən bundan istifadə edirəm. Yəni pul çıxarışlarında mən ümumiyyətlə çalışıram bank kartına çıxarış eləməyim, kriptovalyutaya çıxarış eləyim. Həm güvənlidir, etibarlıdır, həm də qalır pul burada. Yəni qalır burada öz üçün, sonra lazımı çıxarda bilirəm. Deməli necədir qayda? Yəni qeydiyyat linkini paylaşacağım. Qeydiyyatdan keçdiniz. Sizdən şəxsi vəsiqəsi istəyəcək, nə bilim şəkil istəyəcək. Onlar hamısı eləyirsiniz. Yəni güvənlidir, rahatdır, rəsmi bir proqramdır. Bundan qəti narahat olmayın. Şəxsi vəsiqəm getdi, nə oldu? Heç bir şey olan deyil. Çünki mən özüm 2 ildən çoxdur ki, bu proqram məndə də heç bir şey yoxdur. Sildirəm, yükləyirəm, daha silmirəm. Çünki telefonumda yer olmurdu, o bir telefonda. İndi rahat şəkildə telefonumda qalıb. Yəni rahat şəkildə istifadə edin. Qeyddən keçdiniz, rahat hamısının təsdiq gözlənindən sonra sizə də yazılacaq ki, beləsinə uğurlu gəlimdən göstərin. Baxın yazılır ki, müntəzəm doğrulandı. Belə bir söz yazılandan sonra profiliniz doğrulanır. Sonra burada necə alış eləmək, pul çıxartmaq hamısını göstərəcəm. Gördüyünüz kimi məndə 121 manat var burada, 71 dollardır. Onu məsələn düz pul çıxartmayacağam, gedişat necə olur onu sizə göstərəcəm, izah edəcəm. Bilməyən insanlar da bilsinlər. Məsələn, bayaqların bir nəfər yazdı mənə WhatsApp-da, pul demək taksidən pul çıxartdı. Taksimetr yer gəlmişə proqramın linki də paylaşmışam. Bir videolarım baxın orada var. Bir də ana səhifədə var YouTube-da. Linklər hamısı oradadır. O pulunu çıxarmaq dedi mənə, mən də izahını elədim. Bir saat içində pul köçdü Binance hesabına, oradan da kartına köçürdü rahat şəkildə. İndi gəlin belə deyim. Məsələn, tutaq ki, burada mənim gördüyünüz kimi pulum var. Mən bu pulu çıxarış eləmək istəyirəm. Necə eləyirəm bunu? Gəlirəm ana səhifəyə. İndi burada olacaq. Gəlirəm burada ana səhifəyə. Buradan 3 xəttə. Burada P2 Pay var. Ona daxil olursunuz. O olmasa daha çox sözünə vurursunuz, tapırsınız onu. Belə daxil olursunuz. Məsələn, deyək ki, mənim burada hazırda məbləğim 121 manatdır. İndi onu mən çıxarış eləmək istəyirəm. Baxın, bura həmişə diqqət edin. Bu aldı, yəni siz alırsınız. Tutaq ki, məsələn, dollar almaq istəyirsiniz daha, üstədə olmaq istəyirsiniz. Ala vurursunuz, balansınızda pul ödəyirsiniz, kartınızdan belə pul ödəyirsiniz. Bu kriptovalyuta, yəni belə deyim, bu dollar gəlir sizin balansınıza, Binance balansınıza, o sizin olur orada. Satış yerlə gəldiysə, balansınıza olan pulu çıxarış edirsiniz. Mənim məsələn 121 manatla hazırda balansda pul var, onu çıxarış etmək istəyirəm. Tutaq ki, 121-i vururam. Bu sözü vurdum. Burada baxın. Burada nəyə diqqət edin? Baxın, bu ən ucuzdur. Buna qəti daxil olmayın. Ən bahalıya 170-dir. Üzə aşağı getsə olacaq 169, 168 və belə olacaq. Sata vururam. Burada məsəl üçün M10 nömrəsi, bir də ki bank kartı ola bilir. Hansını istəsəz vura bilirsiniz. Yəni bu problem deyil. Burada məsələn indi 120 də yazsaq gəlməyəcək. Çünki orada transfer eləməliyəm rəqəm. Ona görə gəlmir. Mən göstərmir burada. Transfer ediləndən sonra burada satış eləmir. Çünki mən satmıram bir yerə, o gəlib göstərmir burada. Məsələn, yenə deyirəm, 120 yazdınız, ya nə bilim, tutaq 120 yazdıq. 120 düşdü. Gördüyünüz ki, bax 121 düşmürdü. Nəyəsə görə düşmədi. Amma 120 düşdü. Vurduğunuz sonra sifariş ver sözü var aşağıda. Baxın burada. Onu vurursunuz. Onu vurandan sonra elə bir ki, həmən şəxsin balansına 120 manat atır. Baxırsınız ki, həqiqətən pul gəldi. Ekranda bir gözləyirsiniz, 5 dəqiqə, 10 dəqiqə çəkə bilər. Gözləyirsiniz ki, baxırsınız ekranda, hə pul gəldi, göndərdi. Orada yazılır ki, coinləri sərbəst burax. Siz o başlayırsınız, orada coinləri sərbəst buraxırsınız. Amma pul gələndən sonra həmin dəqiqə gözləyin, baxın, kartınızı yoxlayın, M10-u yoxlayın ki, həqiqətən pul gəldimi balansa. Ondan sonra coinləri sərbəst burax vurursunuz, sonra şifrə, parol nədirsə, barmaq izi, üst tanıtım, onu edirsiniz. Coinlər gedir həmən şəxsə. Bu pul da sizin balansınızda olur, əvvəlcədən balansda götürür. Yəni birinci pul götürür balansa, sonra siz verirsiniz həmən şəxsə o yerdə qalan dolları. 70 dollar verdiniz ona. Və belə rahat şəkildə eləyirsiniz.
Bir də plus da məsələn tutaq ki, bunu balansınıza belə deyim də pul atmaq istəyirsən, hansı proqramdan, tutaq ki, yenə deyirəm, taksi proqramını istifadə edirsinizsə, əgər ora pul atmaq istəyirsinizsə, o necə olur? Vəsait əlavə et sözü var. Buna daxil olursunuz. Crypto wallet depozit qoyun, buna daxil olursunuz. Ən çox da istifadə olunan budur da, CD var, odur. Üzərindən vurdunuz. Baxın bu Tron TRC20 nədir? Bax bu ən çox bu istifadə. Üzərindən vurursunuz. Burada bu kod asılır. Bunu kopyalayırsınız. Girirsiniz gün məsələn Anybox olsun, taksi proqramı olur, hansı olur olsun. Girib orada ki bu adresi yapışdırırsınız. Vəssalam orada göndəriş vurursunuz, sizin bu adresə pulunuz gəlir. Çox rahat şəkildə. Qeydiyyat linkini paylaşmışam. Keçin qeydini rahat istifadə edin. Çox gözəl proqramdır. Binance həqiqətən də əladır. Ən etibarlı güvənli kripto valyutadır. Kimdə nə sözü sual olsa yaza bilər, kömək eləməyə hazıram.